Bu üsulla əldə etdiyimiz nəticə həqiqətən təsir edicidir. Düzünü desəm, sadəcə bir budağı torpağa bastırmaqla və heç bir kimyəvi hormon istifadə etmədən çoxaltma baxımından istifadə etdiyim ən güclü üsullardan biridir. İndiyə qədər bu, kanalda ən çox tövsiyə etdiyim üsullardan birinə çevrilib, xüsusilə də bitkilərin, meyvə ağaclarının, bəzək bitkilərinin və ya istədiyin hər hansı bir bitkinin çoxaldılması və ya klonlanmasına başlamaq istəyirsənsə. Bugün sənə qədim Romalıları necə etdiyini izah edəcəyim bir videoya baxacağıq. Tamamilə təbii, sərfəli və son dərəcə effektiv bir üsul. Və sənə hər addımı bir-bir göstərəcəm, heç nəyə oturmadan. Ona görə də dəftərin götür, qeydlərini apar və əgər hər hansı bir sualın olsa, buradan aşağıda soruş. Başlayaq. Bu üsul üçün bizə çox az şey lazım olacaq və onların hamısı tamamilə təbiidir. İlk olaraq bizə yaxşı drenajı olan bir dibcək və ya saksı lazım olacaq. Və qədim üsula sadiq qalmaq üçün Romalılar dövründə istifadə olunan kimi bir keramika qabdan istifadə edəcəyik. Həmçinin bizə aloe vera və sarımsaq da lazım olacaq. Bu ikisi məcburi deyil, amma çox tövsiyə olunur, çünki təbii stimulyator kimi işləyir və stili bakteriya və patogenlərdən qorumağa kömək edir. Eynilə qədim Romalıların etdiyi kimi. Bundan əlavə, bizə uydulmuş darcin, incə bir parça və ya isiqi buraxan, amma günəşin birbaşa bitkiyə düşməsinə imkan verməyən yüngül, şəffaf bir parça da lazım olacaq. Həmçinin bizə su və biciləyici də lazım olacaq, bunları biraz sonra istifadə edəcəyik. Və sonda biz stillərdən istifadə edəcəyik. O halda mən qədim Romada çox yayılmış 3 bitki seçmişəm. Limon ağacının stili, bugenvilya stili və rozmarin stili. Bununla biz onların o dövrdə necə işlədiklərini olduqca dəqiq şəkildə nümayiş etdirəcəyik. Hər şey təbii və hər şey ucuzda. Bütün materiallarımız hazır olduqdan sonra ilk edəcəyimiz isqabı hazırlamaq olacaq. Cildən və ya keramikadan olan dibcəyimizi qotururuq və onu torpaqla doldurmağa başlayırıq. Bu usulu torf və ya qumla da etmək olar. Amma biz mümkün qədər Roma usuluna yaxın olmaq istədiyimiz üçün əvvəlki kimi adi torpaqdan istifadə edəcəyik. Qabı təxminən yarısına qədər, bəlkə biraz da çox, stilin ölçüsündən asılı olaraq doldururuq. Əsas odur ki, budağı içinə qoyanda yerüstü hissə qabın kənarından aşağıda qalsın. Çünki sonra hər şeyi bir parça ilə örtəcəyik və çox çıxmamalıdır. Torpağı düzgün hündürlüyə çatdıranda qabı davam etdirmək üçün hazır vəziyyətdə qoyuruq. İndi isə stilləri hazırlayacağıq. Düz, sağlam və zədəsiz budaqları seçirik və birbaşa torpağa bastırılacaq hissə üzərində işləməyə başlayırıq. İlk edəcəyimiz isə sarımsağın bir disini stilin bütün yaralarına və kəsiklərinə sürtməkdir. Sarımsaq təbii antibakteriyal kimi təsir edir və həmin sahənin tamamilə dezinfeksiya olunmasına kömək edir. Sarımsağı tətbiq etdikdən sonra həmin yaraların üzərini təzə aloe vera ilə örtəcəyik. Çünki bu, kok atmanı təbii şəkildə stimullaşdırır. Aloe həm yaraların sağalmasına kömək edir, həm də kok əmələ gəlməsini təsviq edən birləşmələr təmin edir. Və sonda həmin hissənin üzərinə hər şeyi uydulmuş darsinlə örtəcəyik. Darsin əla, təbii qobələk əleyhinə vasitədir və ilk günlərdə, yəni stil ən həssas olanda, qobələk yaranmasının qarşısını alır. Artıq stilləri sarımsaq, aloe və darsinlə hazırladıqdan sonra növbəti mərhələyə keçirik. İndi isə edəcəyimiz stilləri yerləşdirmək olacaq. Stili bir necə santimetr torpağa bastırırıq, elə ki, özü-özünü saxlaya bilsin. Məhz burada Roma usulunun ən maraqlı sirlərindən biri gizlənir. Bu stillə işləyəcəyimiz üçün təxminən 2-3 santimetr uzunluğunda uzadad aloe vera parçası kəsəcəyik. Hər bir stil üçün bir aloe parçasını 1-2 santimetr aralıqda, torpaqda təxminən 1 santimetr dərinliyə yunculuca bastıracağıq. Eyni şey sarımsaqla da edirik. Sarımsağın dişindən kiçik parçalar kəsirik və onları da hər bir stilin yanına aloe kimi 1-2 santimetr aralıqda yerləşdiririk. Bəs Romalılar bunu niyə belə edirdilər? Çünki həm aloe, həm də sarımsaq torpaqda olduqda tədricən torpağa maddələr buraxır ki, bu da torpağın dezinfeksiya olunmasına kömək edir. Təbii fitohormonlar verir və stilin ilk günlərdə reaksiyasını gücləndirir. Bu sadə detal uğur faizini xeyli artırırdı və bugün də tam eyni şəkildə işləyir. İlk edəcəyimiz isə stilləri və substratın səthini biraz evdə hazırlanmış fungisidlə ciləmək olacaq. Videoda biraz sonra onun necə hazırlandığını sənə izah edəcəyəm. O ilkin rütubət torpağın özündə olan nəmlə birlikdə tamamilə kifayət edəcək. Çox adam həddindən artıq suvarmaq səhvinə yol verir və bu da substratın bataqlıq kimi qalmasına səbəb olur.
Bu bas verdikdə köklər düzgün formalaşmaq üçün lazım olan oksigeni ala bilmir və köklənmə uğursuz olur. Ona görə də həftəlik ciləmə kifayət edir. Yalnız istifadə etdiyimiz torpaq həddindən artıq quru olarsa, çox yüngül bir suvarma edərdik. Bundan sonra parçanı hazırlayırıq, əski qotururuq, onu biraz darçın əlavə olunmuş suda isladırıq, sıxırıq və yalnız qabın üst hissəsini örtəcək şəkildə yerləşdiririk. Başqa heç nə. O nəm əski sabit rütubəti saxlayır və Romalılar bunu çox yaxşı bilirdilər. Onlar bilirdilər ki, sitinin ətrafında rütubəti saxlamaq uğur şansını xeyli artırır. Çünki bu, susuzlaşmanın qarşısını alır və kök əmələ gəlməsi üçün mükəmməl bir mühit yaradır. Daha sonra qədim Romalıların etdiyi kimi bir taxta parçasını üstünə qoyuruq və dibcəyi bir həftəlik yarımkölgəli ideal bir yerə qoyuruq. Bir həftə keçdikdən sonra taxtanı götürürük və parçanı qaldırırıq. Çox güman ki, artıq aloe parçasının necə quruduğunu və sarımsağın da azaldığını görəcəyik. Bu da onların tərkibindəki maddələri substrata buraxdıqlarının əlamətidir. Fürsətdən istifadə edib yoxlayırıq ki, orada kif və ya başqa qəribə göbələk olmasın. Hər şey yoxladıqdan sonra evdə hazırlanan göbələk əleyhinə məhlulla yenidən ziləyirik və parçanı yenidən ortururuq. Amma bu dəfə taxtanı qoymuruq. Bundan sonra sadəcə qabı eyni yerdə, həmsə dolayı işıqda saxlayırıq. Stəkini cilədikdən sonra parça üzərinə də ciləyirik ki, nəm səviyyəsi daim sabit qalsın. Bu, göbələk problemlərinin qarşısını almağa kömək edir və köklənmənin fasiləsiz davam etməsi üçün ideal mikroiqlimi qoruyur. İndi isə darçın əsasında təbii göbələk əleyhinə məhlul hazırlayacağıq. O çox sadədir. 1 litr su olan bir qab götürürük və ora biraz, sadəcə bir cimdik darçın əlavə edirik. Yaxşıca qarışdırırıq ki, hər şey tam qarışsın və artıq hər şey həll olduqdan sonra incə bir parça və ya qəhvə filtri ilə süzdürük. O ciləyicinin tıxanmasının qarşısını almaq üçün vacibdir ki, içində bərk qalıqlar qalmasın. Məhlulu süzdükdən sonra onu ciləyiciyə tokuruq və hər şey hazırdır. Artıq bizim təbii fungisidimiz hazırdır. Bu da bütün bu usulda rütubəti nəzarətdə saxlamaq və göbələklərin yaranmasının qarşısını almaq üçün istifadə etdiyimiz eyni məhluldur. İndi isə hamımızın səbirsizliklə gözlədiyi ana çatdıq. Bütün addımları sənə izah etdiyim kimi yerinə yetirdikdən, rütubəti düzgün saxladıqdan, işığı yumşaq verdikdən və Roma usulunu detallı şəkildə tətbiq etdikdən sonra mükafat gəlir. Əgər hər şey düzgün etmişiksə, təxminən 5-6 həftə ərzində stillər güclü, sağlam və tamamilə ağ köklər buraxmağa başlayacaq. İndi sənə göstərdiyim kimi. Bax, nə gözəllikdir. Belə qədim bir usulun bugün də necə yaxşı işləməsi inanılmazdır. Son dərəcə sadə, təəccüblü dərəcədə effektiv bir sistemdir və ən əsası, hər kəsin evdə kimyəvi maddələr olmadan, çətinlik çəkmədən və pul xərcləmədən tətbiq edə biləcəyi bir usuldur. Vəssalam, əgər bura qədər baxmısansa, videoya baxdığın üçün sənə çox təşəkkür edirəm. Əgər hər hansı bir sualın varsa, sərhlərdə yaz və məmnuniyyətlə cavab verəcəyəm. Əgər bu usul xoşuna gəlibsə və ya sənə kömək olubsa, bəyən düyməsini bas və bitkiləri bizim kimi sevən biri ilə paylaş. Buna görə sənə çox minnətdar olaram. Böyük bir qucaq və növbəti videoda görüşərik.